Salam, əziz və hörmətli izləyicilər. Mən Sabirabaddan seçilmiş həqiqi deputat Salmanov Arman Rəhmanoğlu. Bu mənim 4-cü çıxışımdır. Mənimlə 050 788 31 93 nömrəli telefonla əlaqə saxlaya bilərsiniz. Həmin nömrənin WhatsApp-ı da var. Bu dəfəki çıxışımı da saxta yolla deputat təyin olunmuş Əhliman Əmrəsənova həsr edirəm. İstəməzdim onun adresinə aşağıdakı fikirləri söyləyəm. Lakin onun mənə qarşı olan savunmazlığı məni buna vadar edir. Əhliman Əmrəsənov, aya, sən nə həyasız, nə qırmızı adamsan. Heç yaşından utanırsan. Harada gizlənmirsən. Gəl çıxaq meydana, çıxaq debata. Mən öz çıxışlarımla səni elə hala salacağam ki, sən bu həyatda yaşamağa peşman olacaqsan. Sən çox haqsız və ədalətsiz adamsan. Sənin Azərbaycanda yaşamaq haqqın yoxdur. Çünki sən qeyri-qanuni yolla deputat təyin olunmuşsan. Sən mənə o qədər maddi və mənəvi ziyan vurmuşsan ki, bunu sənə nə mən, nə də Allah bağışlamayacaq. Allah sənin bəlanı versin. Əgər qeyri-qanuni yolla pul və sərvət yığmışsansa, gözündən gələcək. Əvvəl-axır sən bu dünyada dövlət qanunları qarşısında, o dünyada isə Allah qarşısında cavab verməli olacaqsan. Sən cəhənnəm odunda yanacaqsan. Ola bilsin ki, sən də dövlətə xəyanət edənlərin yanındasan. Çünki sən Ramiz Mehdiyevin gəlini öz universitetində işlə təmin etmişsən və ona ən yüksək vəzifə vermişsən. Əgər deyilənlər düzdürsə, belə çıxır ki, indiyə kimi Milli Məclisə deputatların əksəriyyətini Ramiz Mehdiyev təyin edib. Bəlkə də sən də onun təyin etdiyi deputatlardan birisən. Əgər belədirsə, sən uzun illərdir ki, dövlət və dövlət başçısına xəyanət etmiş olursan. Ona görə də, əgər qeyri-qanuni yollarla pul yığmışsansa, həmin pulları geri qaytarmalısan və ölkəndən qaçıb canını qurtarmalısan. Mənim sənə yazığım gəlir. Ərizəni ver, get. Ömrünün son illərində biraz da istirahət elə və nəvələrinlə bir yerdə ol. Bundan sonra bu yaşında hansı əziyyətlər çəkəcəyini düşünürsənmi? Əgər qeyri-qanuni yollarla pul yığmışsansa, heyf sənin yığdığın pullardan. Sənin qeyri-qanuni yollarla yaratdığın biznes şəbəkələri varsa, qeyri-qanuni yollarla tikdiyin villalar varsa, bəs onların aqibəti necə olacaq? Sən bu yaşında bilmirdin ki, öləndə özünlə heç nə apara bilməyəcəksən. Deyilənlərə görə sən çox xəsis bir adamsan. Heç kimə yardım əlini uzatmaq istəmirsən. Onsuz da sənin sonun yaxınlaşır. Heç olmasa, yaşadığın son günlərdə qeyri-qanuni yollarla yığdıqlarının bir hissəsini bizim bərbad halda olan kən yollarına, məktəblərin tikintisinə və təmirinə, həkim məntəqələrinin tikintisinə və təmirinə və uşaq bağçalarının salınmasına, yaradılmasına və sair işlərə xərclər ki, bəlkə o dünyada qiyamət günü Allah günahlarının bir hissəsini sənə bağışlaya. Əhliman Əmrəsənov, unutma, ilahi ədalət deyə bir şey var. Bunu yadında saxla. Allahın varlığına inan. Əziz və hörmətli izləyicilər, bu dəfəki çıxışımı bu qədər yekunlaşdırıram. Sizlərdən artıq dərəcədə xahiş edirəm. Bu çıxışı bəyənin və paylaşın. Bundan sonra da kəskin çıxışlarım davam edəcək. 6 noyabr 2025-ci il. Sağ olun, gələn görüşlərə dək.